Salam dostlar, bu günlər sizlərlə birlikdə yeni videomu çəkirəm. Bu dəfə Pythonda and, or, not məntiq operatorlarını deyəcəyəm. İlk öncə sizdən istəyim, kanala like atıb abunə olmağı unutmursunuz. Bir də ki, həmişə dediyim kimi yorumlarda nə qaranlıq qalıb deyirsiniz, öz bilmədiyiniz şərhdə yazırsınız, nə mən keçdiyim dərslərdə nəsə qaranlıq qarşı onu deyirsiniz və öz nəsə bilmədiyiniz informatika haqqında şərhlərdə mənə yaza bilərsiniz. Mən də sizə izahını verərəm. Keçək and, or, not məntiqi operatorlarına. And məntiqi vurma, or məntiqi toplama, not məntiqi inkar. Məntiqi əməllər sırası belədir. Birinci not, ikinci and, üçüncü də or. Print. Yazaq bura. Print. A plus A. Ne olur? İndi deyəcəm sizə nə üçün yazıram bunu. Məsələn üçün yazıram. Hələ rəqəmləri özümdən verəcəm. Sonra deyərsiniz ki, rəqəmləri niyə yazmadım? Azərbaycan dilindən niyə keçdiyi bu əlimdə deyəyim. İngilis. Burada da or. Doğru yazdım. Baxın. Mən deyəsən doğru yazdım. Belə. Deməli, burada A-mıza verək 6, B-mizə verək 4, C-mizə də verək 5. Belə verdim getdi. Nəysə. Burada A böyükdür B-dən, A-mız 6, B-miz 4. Bəli. Deməli, burada bizə 1 verəcək. And vurulsun. C kiçikdir A-dan. C 5'dir. B də A da 6. Kiçikdir, bəli. Buna görə də bizə 1 verəcək. Hədə 1 verəcək. Yox, bağışlayın. C'miz 5'dir, A'mız 6. C də 6'dan böyük deyil. Burada not olduğuna görə inkar. Bunu çevirir, eləyir. A böyükdür C'dən. Başa düşdünüz? Burada 1 verir. Or. Məntiqi toplama. 0-dan toplayırsan, çünki bu 0 eləyir də. 4 C'dən müəyyən böyükdür. Yox. Ona görə burada 0. 1 vurulsun 1, toplansın 0. Deməli, cavab bizə true verdi. Məntiqi operatorlar and, or, not videosu bura qədər. Kısa bir video idi. Kanala like atıp abone olmayı unutmayın. Bir də şərhlər yazın. Necə video çəkirəm? Başa düşürsünüzmü? Yoxsa düşmürsünüzmü? Sağ olun.